Oo, yaloy yağır, od yağır, yaloy yağır göydən. İmkan vermirlər də yaşayaq da, imkan vermirlər namusda həyatımızı davam elətdirək də. İmkan vermirlər. Çinin də içindən gəlir bunu eləmək. Hello. O mən də belə bir şeydim özüm. Mən də eləydim. Adam görəndə özümü apara bilmirdim. Bu uşaqlar da belədilər. Hər birinizi Laosdan salamlayıram. Bu gün hardayıq? Laosdayıq. Laosun paytaxtı Vientiandayıq. Belə bir aeroportu var. İlk iş nə etmək lazımdır? Hansısa ölkəyə düşəndə təbii ki onun sim kartla. Sim kart Lao Telecom Unitel, Lao Telecom Unitel. Bunların qiymətlərinə baxın. How about your prices? Bunların qiymətlərinə baxın. Bu limitsiz vermiş. Limitsiz vermir. Mən böyük ehtimalla elə buradan alacağım. Bakın. Burada nə verir? Unlimited 15. Oha, çox ucuz deyil. Limitsiz 15 dollara. Çox ucuz deyil kardeş. Mən onun üçün də limitsiz 15 dollara bunu alacağım. Unlimited. Unlimited for social media, Facebook, YouTube, TikTok. Unlimited, yes. 15 dollara əcdaha. Yəni Taylandda bunun 2 qatı. Taylandda 50 neçə manat idi. Baxaydı Tayland. Bunlar hazırlayana qədər məlumat verin biraz. Laosa viza, belə deyim, qapıda verilir. Yəni gəlirsiniz, burada çatanda ala bilirsiniz vizanı. Viza rüsumu 40 dollardır. 40 dollardır viza rüsumu. Ödəyirsiniz. Yəni bir problem yoxdur. Sadəcə o bir dənə anket var. O anketi doldurursunuz, giriş kartını doldurursunuz və salam gedirsiniz. Ödənişinizi eləyib vizanızı alırsınız rahatlıqla. Belə. Yəni Laosa gəlmək istəsəniz bilin ki, qapıda burada adamı yeyirlər, satmağın üstündə, nədir onun adı? Sim kart satmağın üstündə adamı yeyirlər. Laosa gəlib eləsəniz bilin ki, qapıda viza almaq olur. Bankomat. Burada bankomat hardadır? Bankomat buradadır. Bankomatdan dedim bir balaca pul dəsəcək. Çünki Laosda bilirəm ki, Laos o deyil də. Yəni Laosda hər yerdə kart keçməyəcəyini bildiyim üçün, onun üçün nağd pul, məbləğ olmağı daha məqsədə uyğun olar deyə düşünürəm. Pulumuzu çəkək. Keyfdir bunlar canım üçün. Deyir ki, sən bir gündə çox pul çıxarda bilmərsən, maksimum belə dollara 100 dollar, bizim pula 200 manat falan çıxarda bilərsən. Deyir, özünü qələti verir, özünü çox pulu öyrəşdirmə. Özünü çox pulu öyrəşdirmə, bir gündə çıxarda biləcəyin limit bu qədərdir falan. Belə, bu da bunların pulları. 900 min deyil ha. 100 min. 100 min. Burada 900 min oxşur ama 900 min deyil, 100 mindir. Belə. Amma yəni belə doğrudan maraqlıdır. Çünki demin 100 dollar da heç vermədi. 90 dollar verdi, nə qədər verdi? Yəni bizim 160-150 manat, 160 manat, 160 manatda pul verir. Deyir, özü çox pul öyrəşdirmə, qələt belə. Niyə belə oldu? Hər mövzu o deyil, hər dəfə şey çıxardanda o əlavə komissiya tutur axı. Bu komissiyalarda yığılır, yəni hər dəfə bir 10 manat falan komissiya tutur. 10 manatlar da yığanda bir qədər pul edir. İndi buradan bir nəqliyyat vasitəsi tapıb gedək. Nəyə görə deyirəm tapaq? Çünki burada nəyə görə deyirəm tapaq? Oha, Tesla'ya baxalım. Nəyə görə deyirəm tapaq? Çünki artıq Taylanddakı kimi, nə bilim, Cənub-Şərqi Asiyanın digər Cənub-Şərqi Asiya ölkələrində olduğu kimi, yəni qrəb zad burada keçmir. Buranın sistemi falan mükəmməl fərqlidir, amma burada avtobus olduğu deyilir. Gözləyəcəm, avtobusla gedəcəm. Avtobusla gedəcəm. Görək. Haydi. Laosa xoş gəldik. Səfa gətirdik. Getdik. Avtobus gəldi. Mən niyə buraya baxmadım? Burada göstərir də. Saat avtobusda budur. Avtobus deyirəm. Shuttle deyirəm. Shuttle. Deyir ki, yarım saat falan çıxacaq bu. İçəri çıxışın sərində ama. Shuttle deyirəm. Shuttle. Təxminən bu 40 minə falan aparacaq. Taksidə 100 min aparacaqdı. Dedim 60 min çip. Ulan pulu çipdir. 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 Çip. 60 min çip. 5 manat falan qabağa. 5 manat falan qabağa. Min bərəkət. Yox lənət. Belə bir qazanırıq da. Belə səyahət edirik.
gəldik. Şatılımızdan, avtobusumuzdan. Buradan bir 5-6 dəqiqədə yuxarıya piyada gedəcəyik. Vəssalam. Bu da Vientiane, amma çox istidir. Dəhşət istidir. Belə yaloy yağır, od yağır, yaloy yağır göydən. Belə isti olmaz. Vallahi belə isti olmaz. Mən böyük ehtimalla buralarda çox qalmayacağam. Çünki dəhşət, amma dəhşət istidir. Dəhşət. Bacı. Vientiane yanır. Vientiane. Od yağır göydən. Od. Çox istidir. Dəhşət istidir. Yəni mən burada çox qalmayacağam bu dəqiqdə. Çünki bura çox istidir. Və mən bu qədər isti bir yer xoşlamıram. Onun üçün də qalxacam ara bunun şimalına. Hayda, buradan geç şeylər var. Maqnitlər falan. Buranın qalxacam şimalına doğru. Çünki orada daha sərin bir hava var. Bilməm hara gedəcəm, amma Vientiane'da bu hava ilə Vientiane'da mən çox qala bilmərəm. Çünki çox istidir. Belə isti olmaz. Bu arada fikir verin, bütün hər yerdə görürsünüz bayraqları. Siz burada da bayraqları görürsünüz. SSR bayrağına oxşayan bayraqlar var hər yer. SSR nə əlaqə deyəcəksiniz, amma SSR ilə təbii ki bir əlaqəsi yoxdur bunun. Görürsünüz. Hər yerdə var. Yəni bütün yol boyu da gələndə hər yerdə var, görürsünüz. Laos bayrağının yanında da qırmızı oraq çəkizli bayraq. Görürsünüz burada da hər yerdə demək olar ki bu oraq çəkizli qırmızı bayraqlardan, bu SSR bayrağına oxşayan bayraqlardan görəcəksiniz. Vientiane'da bəs səbəb nədir? Niyə SSR bayrağı? SSR bayrağı deyil təbii ki. Bu bayraq bura ümumiyyətlə belə deyim, sosialist ölkədir Laos və həmin bayraq da buradakı əsas partiya olan Laos Xalq İnqilab Partiyasının bayrağıdır. SSR bayrağına oxşuyur. Belə SSR-dən ilhamlanıb belə o bayrağı belə düzəldiblər. Belə, yəni burada hələ də sosializmdir. Burada hələ də SSR küləkləri əsir. Burada mən qalacağım yer. 3 gecəsi üçün 3 gecəsinə 30 manat vermişəm. Əlavə olaraq qəlyanaltı da daxildir. Bu 30 manata. Qəşəng yerə oxşuyur. Hello. I have a reservation. Do you need passport? Yes. Okay. Bu hansı da mən utam? Hansı da B11 burada. Nə olar? Sərin olsun. Qışın yerdə bura. Oha. Qışın yerdə bura. Sekiz. Ne yukarıda? Allah. Ne yukarıda da. Qışındır. Davam edək. Nəsə yatmışam hə. Vaxtdır. Axşam olub. Bu bayrağı mən hər dəfə görəndə SSR bayrağı biləcəm. Bilirəm ki, Laosun sonuna qədər mən bu bayrağı gördükcə SSR bayrağı olduğunu düşünəcəm. Burada qaldığım məhəllə sakinləri. Mən indi yeməyə bir yer axtaracağım. Bu arada burada qatar falan beşmişəm, belə şeylər var. Burada qatara falan beşmişəm, bilet almaq olur. Alarıq. Burası çünki Laosda qatar xətti var. Yəni Laos deyib keçməyin, qatar xətti var. Çinlilər burada qatar xəttləri falan qəşəng inşa edibdir. Hamısı haqqında danışacağıq gələcəkdə, amma hamısı haqqında danışacağıq. Amma ilk öncə yeməyə bir yer tapmaq istəyirəm. Bura nədir? Bura nədir belə? Bura idman yeri kimi bir şeydir. Yemək də. Yox, burada. Burada voleybol falan oynayırlar. Bir dəqiqə bura baxacağım. Bura nədir belə? Burada voleybol falan beşmişəm oynayırlar. Burada, idman şey için bir şeydir burada. Başa düştüm. Burada tenis oynayırlar. Tenis. Əjdahasını axtarıram, tapamıram. Bura klubun şeyidir bura. Elə bildim, bəs normal
kafedir. Burada yaxınlıqda bir şey olmalıdır, baxdım. Night, gecə bazarı. Axşam bazarı gecə. Night axşamdır, gecə olur. Night gecə. Midnight, yox, midnight gecədir, axşam bazarı. Night. Hə, burada axşam bazarı var. Gedib indi ora bu axşam bazarında şey deyir. Bu qismət çörəyi mən də axşam bazarına baxaq görək, buranın da axşam bazarı maraqlıdırmı? Amma nə bilim, çox belə özümü şeydə hiss elədim, elə bir qəribə bir şəkildə. Havadan, yəni, daha doğrusu, sırf yəni havanı deyirəm. Yəni, hava olaraq sırf özümü şeydə hiss elədim. Nədə onlar? Argentinada. Argentinada bu vibe almışdım, nəsə bilmirəm. Argentinanın şimalında, bu İguazu falan tərəflərdə bu şeyi alırdım. Bu isti falan beşmişəm, oranın istisinə oxşuyur. Hə, bura öcə başqa məsələ. Bura başqa məsələ, burada öcə yemək də taparsan, hər şeyi taparsın. Burada hər şeyi tapmaq olar. Toyuq var nağda orada, burada içkilər falan var. Tabacıq. Burada bunların dediyim axşam bazarıdır. Axşam bazarı. Amma mən bunların kipinə öyrəşincə, bir də ananas falan var, dəşək, ananas, mango falan, əla. Yemək elə burada olur da, nə? Vientiane Night Market, Vientiane axşam bazarı. Toyuq görəndə elə bir mənə dünyaları verirlər də. Toyuq olsun, mənim olsun. Toyuq, burada nə var? Bir də belə şeylər zıtdır var, İngilizdə zıtdır var. Yox, xoşum gəldi. Bunlar da nə tapdılar, yeyirlər, xoşum gəldi. Oha, bu nə qəşəng yeməklər var ha bunlar. Nə maraqlı yeməklər var bunların. Wow. Oyster. Qışın. Bəyəndim. Bunlar da mədəsizlər. Bunlar da nə tapdılar, yeyirlər. Şabalıt. Vay, şabalıt. Nə vaxtdan da şabalıt görmürəm. Deyənə, burada hər şey var. Əssalam. 4 gün buradayım. 4 günün 4'ünde de bura, akşam bura qonacam. Akşamı 4 günün 4'ünde de buradayım. Amma bura deyəsən saat, akşam saat 10'a qədər işləyir. Sonra işləmir. Akşam 10'a qədər bunlar açıq olurlar. Vay be. Yeməklərə bax. Hər tərəfdən yeməklər gəl deyir. Bu mürəkkəb balığıdır. Çox belə dadsız, dudsuz bir şeydir. Çox, heç. Onsuz da dəniz məhsulları sevmirəm. Onu heç sevmədim. Dedim bəlkə maraqlı bir şey olar. Onu heç sevmədim. 10.000 kip. 10.000 kip bizim bundan 8 manat falan edir. Oh. Yəni bir sözlə hər şey var. Yemək üçün hər şey tapmaq olar burada. Ah, qadasını alaram. Nələr hazırlayırlar, nələr. Adam burada azar. Adam burada azar. Hər cür hər şey var. Hər cür hər şey var. Söhbətə bax. Hər cür hər şey. Neyse. Bir qismət çörək yeyim, davam edərik. Yəni adamlara baxan kimi bilinir ki, adamlar yoxluq görübdülər. O yoxluq, şey deyil, yox mən onu yemirəm, mən bu yoxluq görmüş adam hər şeyi yeyər qardaş. Yoxluq görmüş adam hər şeyi yeyər. Bax on Laos, yazıqlar yoxluq görübdülər, müharibə görübdülər. 1000 dənə problem olub deyin, hər şeyi yeyirlər. Nə tap? Nə qədər meyvə çeşidi var burada. Nə tapdılar yeyirlər. Bas deyib, basıb yeyirlər. Onun üçün də bəyəndim. Mənim toyuğumu ver, mənim başımı kəs. Mənim toyuğumu ver, mənim başımı. Pulunu da verəcəm özdə. Bu da sənin pulun. Bu sənin pulun. Mənim toyuğumu ver, mənim başımı kəs. Yəni, mən elə bir adamam. Toyuq. Asiyaya gələndən özüm ölüm. Bir dənə qaqqıldamamam qalıbdır. Yəni, toyuq yeyə bütər olmuşam. Dəniz məhsulu yemiyorum. Nətər yedi işdiyə. Biz bu yeyib işimi qıracaq. Meyvəmizi də alaq. Meyvə nə yeyək?
bu meyvə cəhətdən belə meyvə adət-ənənələrinə xoşladım. Yaxşıdır. Bu boyda paçka 1 manat 60 qəpik deyəm. Bu boyda paçka, bunun içində yəni nə qədər ananas var falan 1 manat 60 qəpik. Çox ideal, çox gözəl, çox antiqə. Orada yeni şey var idi da, oradan. Evet. Merhaba, Türkiye'ye selam olsun. Ama ben Türkiye'den değilim, Azerbaycan. Fark etmez ya. Aynen. Nasıl geziyorsunuz? Laos'ta Müzik yaparak geziyoruz. Yok, kaç gündür buralardasınız? Bugün geldik Aa. Vientiane'e. Laos'ta 1 aydır buradayız. 1 aydır Asya'da. Yok 1 aydır Laos'tayız. Ha, 1 aydır 4 Laos'ta. aydır, 5 ay, 5 ay, 4 aydır. 4 ay, 5 aydır Asya'dayız. Mən belə Azərbaycanca danışanda mənə başa düşəsiniz. Ya Başa düşürsünüz mü Azərbaycanca danışanda? çok hızlı konuştun anlıyorum ama. Anlıyorum. Benim buzum neler eder, benim özüm, canım özüm. Özüm kendim demek. Özüm kendim demek. Evet. Ya, özüne zulmelleme kuzum. Özüme zulmeleme. Bir Azeri ninem vardı benim. Ha. Vegan olduğumu öğrendiğinde çok seviyorum onu. Ha, öyle dedi bana. Özüne zulmeyleme kuzum. Et ye, özüne zulmeyleme. Kars tərəflərdə, Kars, Iğdır. Karslıyım. Karslısın. Azərbaycan dilində orada çox danışdın. Tabii canım. Bizde çok terekeme derler. Ha, tərəkkümü. Hatta ailemin yarısı terekeme, yarı Kürttür. Aa. Kürtçe bilirim, terekeme anlarım. Burada gəzişəndə qonşuları tapdım. Türkiyə tapdım. Sonra Rusiya tapdım. Bu kardeş Rusiyadandı. Bu kardeş də Kardeş Rusiyadandı. Bu kardeş də Türkiyədəndir. Свет ночь себе забирает. Yes. This is not is song, not connection. Вот так. Elə. Musiqi ilə həyatda qalmağa çalışan qardaşlar belə. Bu arada bunlar burada tanış oldular. Yəni bir-birini tanımırdılar. Mən də tanımırdım. Tanış olduq. Mahnı oxuyurlar, bir şeylər çalırlar filan beşməkan. Oradan çörəklərin 2 qəpik qazanıb yola davam edirlər. Sevgililəri buradadır. Özləri də burada mahnı oxuyurlar. Mahnı deyəndə yəni şeydir, nə də onlar. Hə də mahnı oxuyur bu, musiqi də o. Nəysə, belə bir şey. Amma həmişə istəyərdim, yəni o bir musiqi alətində o ifa eləmək kimi bir şeyim içimdə. Həmişə istəyərdim ki, onu bacarım, amma təbii ki, bacarmır. Yəni çox istəyərdim bacarım, amma bacarmır. Çünki o musiqi şeyim yoxdur, yəni o mən can speak in Russian because da Я люблю турка, привет, турки. no Azerbaycan. Азербайджан. Азербайджан тоже люблю. Спасибо. Məni onlarla gördü, o 2 dənə Türkiyəli var idi, onlarla gördü, Rus qız, elə bildi bəs ki, mən də Türkiyədənəm, dedim, yox, Azərbaycandan. Mən çox istəyərdim, mən də musiqi alətində falan ifa edeyim. Bəlkə növbəti işlərimdən birisi ola bilər, yəni bir musiqi alətində. Amma 40-ında öyrənən də göründəsən deyə bir ataların da çox mənasız sözləri var, amma olsun yəni. Gəncləri görəndə ürəyim açılır, Rus, Türk, Rus. Bu ikisi bir sevgilidir, bu ikisi də bir sevgilidir. Bu musiqi aləti çox qəşəngdir amma. Yəni Qaqam bu musiqi alətini bizə gedirdi. Qaqam bu musiqi alətini özü düzəldirdi, su turbasından. Adamın musiqi aləti almağa pulu çatmadığı üçün özü düzəldir. Sağ olsun. Görsən, sonra deyir gəzmək çətin məsələdir. Adam yəni musiqi ilə gəzir, plus da ki musiqi alətinə də pul xərcləməyibdir. Musiqi alətində bu su turbasında bu. Su borusu değil mi? Yani su borusunu su turbasından düzelttik ona da musiqi aletin ve ondan da geldi. Allah. Ne diyeyim ki duygularım böyle. Sen benim duygularımı daha iyi anladın.
Ya adam ya evdə qalmaq üçün bəhanə axtarmıyıb, gəzmək üçün bəhanə axtarıb. Çıxıbdı yola. Əssalam. Yəni hamıya məsləhət gördüyüm şeydir o. Yola çıxmaq lazımdır, nə olursa olsun. Yəni yolda bir şeylər qazanarsan. Heç nə qazanmasan da təcrübə qazanarsan. Heç bir şeyin də olmasa təcrübən olacaq. Yola çıxmaq lazımdır. Çox qəribə bir şey oldu. Bir dənə türklə tanış oldum. Sonra başqa türklə tanış, sonra başqa türk. Yəni bir anda ortalıq ancaq türklər oldu. Yəni burada ancaq yəni yer göy türk oldu. Bir anda bütün yəni maqnit kimi hamı bir-birini çəkdi, hamı bir-birini çəkdi. Bir stolun ətrafında bir neçə oldu? 4-5 3 nəfər də gələcək deyə düşünürəm. Belə adamlar burada içirlər əylə. Hello! Adamlar burada içirlər, əylənirlər, deyirlər, gülürlər. Gecə saat 2-dir, 3-ün yarısıdır falan. Əylənən insan görəndə, yəni xoşbəxt oluram, deyirəm, əylən, deyin, gülün. Bu həyat çünki deyib gülünəsə həyatdır. Bu həyat xoşbəxt olunmalı həyat. Amma üzüntüləriniz də olanda çox belə şey eləməyin. Yəni insan üzülə də bilər, insan depressiyaya da düşə bilər, insan kədərlənə bilər, insan hər şey ola bilər. Amma bunu belə deyim, çox uzun vədiyə yaymayın. Çünki üzüntüdür, kədərdir, ağlamaqdır, falandır, hamısı insana xas olan şeylərdir. Yəni o üzüntüləri yaşamalıyıq ki, sevinçli anların qədrini daha çox bilək. Boş-boş danışıqlarıma da çox fikir verməyin. Həyatınızı yaşayın. Düşübdü bu dalımcan bu arxamda. Yəni o məni izləyir. Məni izləyir, şeylə ona nədir, bəs sən yaxşı olana oxşursan, bəs gəç eləyək falan. No. İmkan vermirlər də yaşayaq da, imkan vermirlər namuslu həyatımızı davam elətdirək də. İmkan vermirlər. Əl çəkməyəcək bu. No. Gedim hostelimə yatım, durum. Tezdən davam eləyərik. Hello. Gedim hostelimə yatım eləyim. Sabah davam eləyərik. Haydi. Kardeş, bu Vientiane paytaxtı. Paytaxtı da, bildiğim paytaxtı. Ama bildiğin kent. Bildiğin kent. Yazıqlar. Düzdür, yəni yetimlərin bir günü güzaran olmayıbdır ki, özlərinə düzəməli şəhər falan desinlər. Amma Vientiane dediyim kimi, bildiğin kentdir, bildiğin. Yəni, düzdür, belə qəşəng binası var. Çox elə şey binasına, Sovet binasına oxşamır belə. Yəni, bunlar da sosialistlərdir, yəni normaldır. Mən buradan gedənə qədər hər dəfə bu bayraqları görəndə elə biləcəm SSR bayrağı. Hər dəfə. Bu da məsəl üçün çox belə Çin memarı. Çin normaldır da artıq, yəni. Çünki buralar bildiyin Çin təsiri altındadır. Çində də sosializm onsuzdur, burada da sosializmdir. Və Çin, yəni bura bütün yatırımları, yetimlərin özlərinin düzəmə pulu parası yoxdur. Bura olan bütün yatırımları demək olar ki, Çin eləyir. Bütün yatırımları demək olar ki, hamısının Çindən gəlir. Çinin də içindən gəlir bunu eləmək. Yəni, həqiqəsən amma çox belə Sovet dövrünün xatırladır buranın. Amma paytaxt vibe'ı qətiyyən yoxdur. Yəni, paytaxt şeyi o, ab-ı havası yoxdur. Konkret olaraq kənd ab-ı havası, amma bu Sovet dövrünün o şeyləri var idi. O geniş boşluqlar falanlar var, elə bir şeylər. Fikirəm bu binalara falan. Düz yəni binaların əksəriyyəti burada Fransa dövründə, Fransa müstəmləkəsi dövründə tikilibdir. Amma yəni bir çox şeydə o Sovetlərdə, ümumiyyətlə Çin bura yatırım eləyən əsas Çindir də. Olan hamısı da yəni sosialist ölkələrdir. Sosialist düşüncələr. Yol mənimdir. Arkadaşlar, yol mənimdir. Avtobuslarına falan baxın, yəni bax. Bu aeroportdan da gələndə bu avtobusdan gəlmişdik də.
Burada böyle bir kitabxana var, görürsünüz. Fransız dilində şeylər, yazılar falan. Burada kitabxananı qoyublar, deyirlər ki, kim istəyir gəlsin götürsün. Yəni Laos bir Fransa müstəmləkəsi olduğundan hələ də Fransanın çox elə o ciddi şeyləri burada görünür, o təsirləri falan görünür. Ölkədə yəni bir şey yazılırsa, məsəl üçün də Lao öz dillərində yazılır, onun altından fransız dilində tərcüməsi falan da yazılır. Belə. Burada genç kardeşler, genç çocuklar. Bura nədir? Vientiane Mərkəzi Kitabxanası. Burada yəqin ki, məktəb falan var da burada. Bu qədər uşaq. Burada nə gəlsin? Lan şirinliklərinə bax. Lan şirinliklərinə bax. Hello. Və bura məktəb sorular da yəqin ki, bu qədər uşaq yoxsa burada nə gəlsin? Bala gedin dərsinizi oxuyun, saat 4-dür. Hello. Bu özümü, mənim uşaqlığıma oxşur bu gədə. Bu gədə mənim uşaqlığıma oxşur. Mən də belə bir şeydim, özümə. Mən də belə bir şeydim. Vurmayın bir-birinizi, vurmayın. What's your name? Mindason. Huh? Mindason. Okay. Your name? Name? Huh? Anasap. Anasap. Sipon. 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 Bilirəm ki, yaxşı söz demirlər. Nəsə ki, özümdən bilirəm ki, yəni o adam görəndə özüm, mən də bu eləydim. Adam görəndə özümü apara bilmirdim. Bu uşaqlar da belədirlər. Adam görəndə özüm. Hello. Hello. Bu da bunların belə deyim, zəfər tağı. Arc de Triomphe. Bunların zəfər tağı, amma təbii ki, adı zəfər tağı getmir. Gördüyünüz yer. Bunun adı Patuxay gedir. Patuxay. Bunların belə deyim. O Parisdə olmuşdur. O Parisdə o zəfər tağı var. Arc de Triomphe. Ondan belə deyim, o memarlıqdan yəni birbaşa olaraq ondan şey ediblər də. Yəni ilham alaraq tikilmiş bir binadır bu gördüyünüz Arc de Triomphe. Yəni Patuxay, yəni buranın zəfər tağı belə deyək. Qələbə qapısı da qələbə. Nə qələbə adama deyirlər nə qələbən var ki, onun qapısında adama deyirlər nə qələbən var ki, onun qapısında durursun. Amma bunun çox belə maraqlı bir hekayəsi var. Onu danışacağam. Deməli, bu necə tikilir? Amerikalılar bunlara sement verir. Amerikalılar bunlara sement verir ki, gedin Laos, yəni o dövrdə çox belə pis vəziyyətdə falan olur da. Laosun irəlidəki videolarında daha çox danışarıq bu barədə. Laos bütün müharibələri yetim Laosun başında çatlayır da. Kim kimi bomba atırdı, gəlib Laosa falan düşürmüşdü. Yəni elə bir vəziyyət. Nəysə, Amerika deyir ki, mən sizə sement falan verirəm. Gedin özünüzə orada hava limanı tikin. Oyun oynamayın orada, hə? Nəysə, Laos da deyir, yaxşı o sementi ver, biz özümüzə hava limanı tikək burada. Və o sementi götürüb 1960-cı ildə bu şeyi tikirlər, bu Patuxayni tikirlər, bunların zəfər tağın. Bu Amerika deyir, qadam, mən bu sementi verdim ki, sən şey tikəsən, hava limanı tikəsən, sən də götürüb özünə qələbə qapısı tikimsən, hansı qələbənin qapısını tikimsən də, yəni nə qələbən var ki, onun qapısını da tikimsən falan 5 milyon, belə qanqarasılıq. Deyəksə də bunlar da bir tər yola verir, deyir, yaxşı olar. Yaxşı da olmur, hava limanı tikintisi falan gecikir. Amma ən azından bu Patuxayni hər şey gətirirlər və bugün Vientiane'ın belə deyim, simvolu sayılır bu gördüyünüz Patuxay qələbə qapısı. Yəni konkret olaraq, yəni Fransadakı, Parisdəki zəfər tağına, yəni birbaşa oradan ilham alınaraq yaradılmış bir tikilidir bu Patuxay. Arc de Triomphe. Təsəvvür et ki, sənə sement verirlər ki, get bala, şey eləmə, bunu zay yerə xəşləmə.
Yer özü hava limanı tik. Onlar da gəlib bu şey qələbə qapısını tikirlər. Amerika deyir, bundan sonra mən sizə bir də pul zad verən deyiləm. Patxayın düz yanında da gördüğünüz bura baş nazirin ofisidir. Baş nazir burada oturur, bunların baş naziri. Belə. Amma yəni konkret burada şeyi xatırladır da, yəni bir Sovet memarlığını xatırladır. Bura baxırsan Parisdir, bura baxırsan SSR-dir yəni. Belə. Bu. Bunun üstünə çıxmaq olur deyəsən. Patxayın, çıxacam Patxayın üstünə. Hello. Of, Foreigner 30.000 kip. 30.000 kip. Ne kadardı? 50-30 min. 2 manat 40 qəpik falan yəni. Gedəcək. Burada Patxayın ən üst mərtəbəsi. Patxayın bura ən üst nöqtəsidir. Elə aşağıda bu formada görürsünüz. Ay, bunun üst nöqtəsinə daha da qalxma olurmuş. Görürsünüz. Daha da üst nöqtəsinə qalxma olur. Ay, olmur. Bağlayıblar da. Ən üstə qalxma olur. Gəlinə bilən ən son nöqtə buradır. Bura, belə. Elə buradaca videonu yekunlaşdıraq. Təəssüf kəsilir. Heç nədir, burada da videonu yekunlaşdıraq. Vientiane'dan böyük ehtimalla bir videoda olmayacaq. Vientiane'dan bu son videomuz olsun. Vientiane'ı elə belə bu formada göstərim, kifayət eləsin. Bura gördüyünüz Vientiane şəhəridir. Laosun paytaxtı. Yəni elə qeyri-adi bir şəhər deyil, konkret kənd ab havası verən bir şəhərdir gördüyünüz Vientiane şəhəri. Bu formada. Elə buradaca videonu yekunlaşdıraq. Belə, ümid edirəm ki, xoşunuza gələn bir video oldu. Növbəti videolarda artıq Laosun şimalına doğru qalxacağam. Yeni şəhərlərdə, yeni ölkələrdə, yeni videolarda görüşmək ümidiylə. Sağ olun.